Amma ki, Zaurun Səidə mənim özünə reyting tutması ya biabırçı deyil. Sübutlarınız var, nə qədər çəkilişlər, nə qədər... Yox, siz sosial şəbəkədə paylaşırlar görürəm. Mən Zaurun verişinə baxıram ki, görüm deyini. Yəni, gülməlidir Səidən, vallahi billahi heç kimlə reyting tutmaya ehtiyacı yox. Səhifələrdə də TikTok-la müqayisə edin. Mən əksinə Quran haqqı istəyirəm ki, ümumiyyətlə mənim haqqımda heç nə danışılmasın, heç nə verilməsin. Prosta bugün sosial şəbəkə budur da, o məsələ var. Neçə saat? Instagramda siz, TikTokda siz... Hə də heç mən istəmirəm. Nasıl bezirəm? Mən adam öz-özünü nə qədər görər ki? Sizin adınızdan... Prosta çox gülməlidir da, öyle şey. Yüzlərlə səhifə var, minlərlə səhifələr var. Fan səhifə, nə bilim səhifə, nə qədər baxıram ki, elə hamısı mənə. Heç onların nə səhifələri var? Yox, bilsin necə, o çox yenə də çox gülməli bir şeydir. Onların özlərinin öz səhifəsi var, bir dənə profillər var, onda saxta hesablarına giriblər, düzəldiblər, bilmirəm necə. Arvadın şəxsi həyatından danışan kişi aparıcılarla özümə reyting tutmamışam, bundan sonra da tutaram. Heç Allah mənə nəsib etməsin. Bir cümlə, yəni bu qədər kifayətdir o. Yəni o nə əlaqə? Yox, danışsın, yenə də deyirəm. Onun söz haqqı var, deyə də bilərdi, bəli. Zaur deyə bilərdi. Mənlə bağlı onun söz haqqı var. Necə ki, mən onun verilişini, o şey demiş, ələşdirirəm ki, yəni biabırçılıqdır, niyə bu günə düşmüşük biz? Onun söz haqqı var. Amma ki, siz qovulurlar, məndən danışırlar. Nə bilim, bəzən düz danışmağa cəhd eləyirlər. Hamısını yalan dedi. Mən cəhd eləmirəm. Mən düz danışırım. Onu görə də deyib, elə düzlərdə qalırım. Hər şey razı edirəm. Hə, düşürəm. Sən necə, həm də ki, bu adımı çək denəndə, mən necə sənin adını çəkib danışmıyorsam, mən adımı çək, ünvanına da, mənə niyə ünvanlamırsa, bəlkə də hörmət elədi ünvanlamadı, onu da haradasa başa düşürəm, amma ki, yendirəm, mən heç vaxtı yalan heç kim haqqında heç nə deməmişəm, faktı göstərib danışmışam. Bu qədər millət üzərinə gəldi, amma ki, yendir ki, bu dərs çıxartmadı da. Neysə, heç biabırçılıqdır da. Bizdə bəzi kişilər də bir normal kişi kimi davranış göstərə bilmirlər. Ona görə baxanda deyirəm ki, çoxundan qeyrətliyəm. Çoxundan da daha çox kişi kimiyəm. Biri deyir ki, mənə reklam elə, evimə 10 dənə şəhid şəkli vurmuşam, denən xüsusi ev tikdirmişəm, otaq tikdirmişəm buraya üçün. Deyirəm, ki, işim vardı, vaxtım olanda eləyəcəm. Sonra deyirəm ki, şəhidlərə valla baxmırlar, billah baxmırlar. Geyir, Səidə Bəkir qızına inanmayır, ağlayırdı zat. Belə baxıram, deyirəm, bunun cəmdəyinə bax, özə keçmiş, zabit olub, neyiniyib. Bunun cəmdəyinə bax, bunun danışığına bax, Naxçıvanlı birisidir. Yəni, ona görə belə baxıram ki, elə bizim cəmiyyətə ona görə deyirəm, mən son vaxtlar baboşu başa düşməyə başlamışam. Çünki bizim cəmiyyətə baboş lazımdır. Bizim cəmiyyətə bayram nurlu lazımdır. Bizim cəmiyyətə... Nə bilim, yox, düz eləyir, əcəb deyil. Valla baboş düz eləyir. Ona görə demişəm, onun haqqında heç vaxt etsən. Bəli, bəli. Həmin verişlərdən çıxdılar. Elə, eynən. Eynən, eynən. Yox, zabitə deyirəm ki, sən şəhid yox, sən özünü reklam eləmək istəyirdin ki, mənim otağımda 100 dənə şəhid şəkli var. Amma şəhid anası var ki, həyətinə 3000 şəhidimizin şəkilini vurub, ondan sonra antiterroru filan da yığır ora. Özü reklam eləmək istəyirdim. Mən eləmirəm səhifəmdə sənə reklama kişinin oğlu. Hə, yalandan arada ağlayır zadı. Mən də səs atır Səidə bacı, qeyrətli bacımıza deyirəm, bunlar neçə üzr. Çox təəssüf ki, mən yazışmaları pozuram deyirsə. Onun bir səsini saxlamışam ya, bir də göz beynim o necə deyərlər, atdı, götürdüm, verdim efirə. Mənə var. Efirə deyəndə burada.